Salam əziz şagirdlər, bu günləri aldehidlər, ketonlar mövzusundan 19-cu sualdan 35-ci sualda daxil olmaqla baxacağıq. 19-cu sualda tərkibində kənar qarışıqların kütlə payı 20% olan 40 qram kalsium karbiddən alınan asitliyin hidratlaşmasından neçə qram asetaldehid almaq olar? İlk olaraq kalsium karbiddən asitliyin alınır. Tərkibində kənar qarışıqların kütlə payı 20% olan 40 qram kalsium karbid. 40 qram kalsium karbid var və onun 20%-i kənar qarışıqlardan ibarətdir. Yəni 8 qramı kənar qarışıqdırsa, yerdə qalan 32 qram isə təmizdir. Demək, bu 32 qram kalsium karbiddən görə neçə qram asetliyin alınır bilmirik. Kalsium karbidin emeri 64, bundan isə 26 qram asetliyin alınır. M də bərabərdir 13. Daha sonra bu asetliyinin hidratlaşmasından neçə qram asetaldehid alınır? Yəni CH3COH. 13 qram asetliyin reaksiya daxil olduqda nə qədər sirkə turşusu alınır? Asetaldehid deyir. Asetaldehid deyirsə, oksigenin birini azaltdıq. Bilmirik nə qədər asetaldehid, yəni sirkə aldehid alınır. 26 qramdan isə 44. Buradan da tapırıq ki, M bərabərdir 22. 19-da C variantı. 20. Doymuş alifatik aldehid CnH2no kütləsi 174 hidrogenləşməsindən alınan spirtin kütləsi 180 qramdır. Aldehid hidrogenləşib alınıb spirt. Spirtlərin də formulu CnH2n plus 2O. 174 qram aldehidin kütləsi ilə 180 isə spirtin kütləsidir. Burada görürük ki, artım var. 2 qram artım var. CnH2no, yəni 14n plus 16 budur. 14n plus 18 isə budur. Yəni 2 qram artım var. 2 qram artım olduqda neçə qram alifatik aldehid reaksiya daxil olur? 14n plus 16. Amma şərtdə 180 qram spirt var idi. 174 qram aldehid. Burada neçə qram artım olub? 6 qram. Nə qədər aldehid reaksiya daxil olub? 174. Buradan hesablayaq N-i. N bərabərdir. N bərabərdir 3 olur. X molekulunda rabitələrin ümumi sayını müəyyən edin. Aldehidin formulu 3 dənə karbonlu. CH2, CH3. Rabitələrin ümumi sayı 3 dənə karbon hidrogen, 2 dənə burada karbon hidrogen, 1 dənə də burada. Karbon hidrogenlərimiz olacaq 6 dənə, 2 dənə karbon-karbon, 2 dənə də karbon-oksigen. Cəmi edəcək 10. Rabitələrin ümumi sayı. 20-də Y variantı. 21. Doymuş alifatik aldehid molekulunda rabitələrin ümumi sayı qeyri-polyar kovalent rabitələr sayından 5 dəfə çoxdur. Formulumuz CnH2no. Bir nümunə üzərindən biz tapaq görək. Ümumi rabitələr sayı aldehidlərdə nə qədər? Yəni polyar və qeyri-polyar. Tutaq ki, sirkə aldehidini yazırıq. Hidrogenləri də açıq şəkildə yazaq. Burada polyarlar nədir? Karbonla hidrogenin arasında 1, 2, 3, 4. Yəni hidrogenlərin sayı qədər polyar. Bir də karbonla oksigenin arasında da 2 dənə var. 2n plus 2. Qeyri-polyar isə karbonlar arasıdır. Yəni 1 dənədir. Bu da ümumi karbon sayı. Ümumi karbonumuz 2 dənədir, amma qeyri-polyar 1 dənədir. Yəni qeyri-polyar karbon atom sayından bir vahid əksikdir. Bunları da toplasaq bizə verir ümumi rabitənin sayını. Demək, indi bizə nə deyir? Rabitələrin ümumi sayı, yəni 3n plus 1, qeyri-polyar kovalent rabitənin sayından, yəni n-1-dən 5 dəfə çoxdur. Hesablasaq 3n plus 1 bərabərdir 5n-5. Buradan demək 2n bərabərdir 6, n bərabərdir 3. Aldehid molekulunda karbon atomlarının neçə sp3 hibrid orbitalı var? 3 dənə karbonlu aldehidimizi yazdıq. Bu karbonumuz sp2-dir. Yerdə qalan ikisi isə sp3-dür. Neçə dənə sp3 hibrid orbitalı vardır deyirsə, 4 dənə burada, 4 dənə burada, 8 dənə olacaq. 21-də B variantı. 22. Aldehid molekulu proton sayı, neytron sayı verib hidrogen atom sayını istəyir. Aldehidlərin ümumi formulu CnH2no. Proton sayını n-lə işarə edib. N bərabərdir. Biz bunlar qarışmasın deyə buradakı n-lə bunları n' yazaq. Karbonun kütləsi 12, sıra nömrəsi 6, yəni proton sayı 6, hidrogenin kütləsi 1, proton sayı 1, oksigenin kütləsi 16, proton sayı 8. Protonların sayını tapsaq,
karbonun proton sayını 6-nı vururuq onun sayına. Hidrogenin proton sayını vurduq sayına. Oksigenin də proton sayını vurduq sayına. 1-ə eləyir 8. Yəni 8 n ştrix üstəgəl 8 olur protonların sayı. Neytronların sayı isə n-8-dir. Neytron sayı nəyə bərabərdir? Karbonun kütləsindən proton sayını çıxırıq, neytron sayı verir bizə. 12-dən 6 çıxdıq 6, bir də sayına da vururuq 6 n ştrix. Hidrogenin kütləsindən proton sayını 1-dən 1-i çıxırıq 0 eləyir. Hidrogeni nəzərə almırıq. Oksigen isə 16-dan 8 çıxdıq 8, vururuq sayına 1-ə eləyir 8. İndi biz gətirib n-in bu qiymətini burada yerinə yazırıq. 8 n ştrix üstə gəl 8 çıxılsın 8 bərabərdir 6 n ştrix üstə gəl 8. 2 n ştrix bərabərdir 8, n ştrix bərabərdir 4. Demək aldehidimizin formulunu yazırıq. N ştrixi 4 tapdıq. C4H8O. Molekulun hidrogen atomu sayı olacaq 8. 22-də olur D variantı. Sonra 23. Metanal və metan turşusu sxemi üçün nə doğrudur? Metanal, yəni HCOH, metan turşusu, yəni HCOH. Nə doğrudur? Karbonun oksidaşma dərəcəsi azalır. Burada karbonun oksidaşma dərəcəsini tapsaq, karbona x deyək, x üstə gəl 2 minus 2 bərabərdir 0, yəni x bərabər olur 0. Burada isə yenə karbona x dedik bilmirik, x üstə gəl. Bu hidrogen müsbət 1, oksigenlər hər biri mənfi 2, mənfi 2 edəcək 4, mənfi 4. Bir də müsbət 1. Bərabərdir 0, x bərabərdir müsbət 2 edir. Müsbət 2. İndi karbon oksidaşma dərəcəsi azalır, səhvdir. 0 idi, müsbət 2 oldu, artdı. Bizdən doğrular istəyir, 1 yanlışdır. Sigma rabitələrin sayı 1 vahid artır. Burada sigma rabitəmiz 1, 2, 3 dənədir. Burada isə 1, 2, 3, 4 dənədir. 1 vahid artdı. 3 idi, 4 oldu. 2 doğrudur. Oksidləşmə prosesini əks etdirir, bəli. Aldehidlərin oksidləşməsindən karbon turşuları alınır. Hidrogenlərin sayı artır. Hidrogenimiz 1, 2 dənə burada, 1, 2 dənə burada dəyişmədi. 2, 3, A variantı 23-də. 24. Asitlinin hidratlaşmasından alınır sirkə aldehidi. Bu oldu X. Y isə burada propinin hidratlaşmasından alacaq keton. Yəni aseton. İndi bizə nə deyir? X, Y maddələri üçün hansı ifadələr doğrudur? Gümüş güzgü reaksiyasına daxil olur. Bu reaksiyaya daxil olan aldehid olacaq. Yəni birincisi ortaq xüsusiyyət deyil. Hidrogenlə reaksiyaya daxil olur. Hidrogenlə reaksiyaya hər ikisi həm aldehidlər, həm ketonlar hidrogenlə reduksiya olur və spirt əmələ gətirir. Aldehidlərdən birli spirt, ketonlardan ikili spirt alınır. Bu ortaq xüsusiyyətdir. İzomerdirlər. Bəli, bir-birləri ilə ümumiyyətlə aldehid və ketonlar siniflər arası izomerdir. Amma izomer olmaq üçün tərkibində karbonların sayı bərabər olmalı. Burada 2 karbon var. Burada amma 3 karbon var. Ona görə bunlar bir-biri ilə izomer deyil. Olacaq yalnız 2, 24-də C variantı. 25. Aldehid hidrogenləşmə məhsulunun molyar kütləsi 88-dir. Aldehidlər, yəni CnH2nO. Aldehidlərin reduksiyasından alınır spirtlər. Spirtin molyar kütləsini 88 verib. Yəni 14-ün üstə gəl 18 bərabərdir 88. 14 n bərabərdir 70, n bərabərdir 5. İndi bizdən bunun, yəni aldehidin siniflər arası izomerlərin sayını istəyir. Formulumuz C5H10O. Siniflər arası izomerlərini say. Yazaq aldehid. Siniflər arası izomer deyirsə, aldehidlər ketonlarla siniflər arası izomerdir. Keton qrupunu yazdım. 5 karbonum var. Bu formada yaza bilərik. Bu olar 1. İkinci, tutaq ki 2 dənə karbonu burada yazım. Keton qrupunu ortaya yazım. Belə də yaza bilərik. Bir də başqa biz keton qrupunu əvvələ yaza bilmərik. Yəni bu doğru bir şey deyil. Bir də bu hissədə baxın. Yenə buranı olduğu kimi saxlasaq, amma bu propil radikaldır. Bunu biz izopropil şəklində də yaza bilərik. Bundan artıq mümkün deyil. Yəni yalnız 3 dənə siniflər arası izomeri var. 25-də olacaq. Demək C variantı.
26. Doymuş alifatik aldehid molekulunda karbonun kütləsi M, oksigenin kütləsi M/3. CnH2nO. Karbonun kütləsi, yəni 12N bərabərdir M-ə, oksigenin kütləsi 16 bərabərdir M bölünsün 3. Burada mən M-i tapım, M bərabərdir 48. M-in qiymətini gətirib yerinə yazıram. 12N bərabərdir 48, N bərabərdir 4-ə. Formulumuz C4H8O. X maddəsinin hidrogenlə reduksiya məhsulu. Aldehidlərin reduksiyasından alınır bir atomlu spirtlər. Yəni molekulunda 4 karbonlu spirtin formulu olur C4H9OH. İndi bizə deyir ki, bu maddədə rabitələrin ümumi sayını müəyyən edin. Və bu aldehidin reduksiyasından alınıbsa, demək ki, birli spirtdir. Açıq formada yazaq hidrogenləri də, rabitələr daha rahat saya bilək. Burada 2 hidrogen, burada da 3 dənə hidrogen. İndi bizə nə deyir? Rabitələrin ümumi sayı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə ümumi rabitə var. 26 da D variantı. 27. Metanal və propen. Metanal HCOH. Propen. Bizdən nə istəyir? Molekulunda sp2 örtülməsinə yaranan sigma rabitələrin sayı. Burada karbonumuz sp2 halındadır. sp2s yəni hidrogenlə sp2 halında karbonun hidrogenlə bir-birini örtdüyü yer. Bir buradadır, bir dənə sigma, bir dənəsi də burada 2 dənə. M bərabərdir 2. Propende isə sp2 halında burada hidrogenlərin sayını səhvliyi var. Bir saniyə. Karbon H2. sp2 halında budur, sp2 halında budur. sp2s 1, sp2s örtməsinə yaranan sigmadır. Karbonla hidrogen arasındakı rabitə sigma götürürük. Demək, bir dənə burada, 2 dənə də burada. 3 dənə oldu. N bərabərdir 3. İndi bunların cəmini istəyir. 2 üstə gəlsin 3 edəcək 5. 27 C variantı. 28. Buten 2. Sxemdə birinci proses hidratlaşma. Buten 2-ni yazırıq. Hidrogenləri də düzəldirik. H3. Hidratlaşma, yəni üzərinə su gəlirik. 2 qat rabitə yanında hidrogeni çox olana, OH hidrogeni az olana. Burada hidrogenlərin ikisi də bərabər olduğuna, yəni fərqi yoxdur hara birləşdirməyimizin. H3. İkinci proses isə sonra bu aldığımız Y maddəsini oksidləşdirməliyik. Bu görürük ki, demək, ikili spirtdir. İkili spirtlər oksidləşən zaman əmələ gətirir ketonları. Demək, indi Y maddəsini müəyyən etməliyik. Baxaq, bu variantlar içərisində bizə ketonlar lazımdır. Keton da A variantı yox, B variantında görsək, yəni hidrogenləri də sayını tamamlasaq, bu quruluş uyğun gəlir. Olacaq 28-də B variantı. 29. Molekulunda sigma rabitələr sayı N plus 2, N plus 1, N. Demək, bizə verib propanon, propion turşusu, propanol, propanal. Bunların hər birinin ilk öncə sigma rabitələrini tapaq. Propanon ketondur. C3H6O. Açıq quruluşlu birləşmələrdə sigma rabitələrin ümumi sayı ümumi atom sayından bir vahid əksik. Burada 9 dənə. Propion turşusu C3H6O2. Burada da ümumi atom sayından bir vahid əksik. 10 dənə. Propanol. Bu da spirtdir. C3H8O. Burada da ümumi atom sayından bir vahid əksi eləyəcək 11. Bir də qaldı propanal. C3H6O. Burada da olacaq 9 dənə. Yəni X, Y, Z, T görürük ki, ikisində N-dir. Yəni bərabər olanlar hansıdır? Bu iki maddəmizdir. Bunlar da N-dir. Y-dən Z-dən biri N plus 2, biri N plus 1. Burada görürəm ki, 9-un üzərinə 2 gəlsəm 11 edəcək. Ona görə bu olur N plus 2. 9-un üstünə 1 gəlsəm də edir 10. Demək, bu olur X. Bu olur T.
demək n+1 olur z, n+2 də olur y. Buna əsasən variantlarımızdan baxsaq, görək harda özünü göstərir. Məsələn, B variantına baxaq. X propanondur, bəli. Y propanol. Biz Y-i nə tapmışıq? Propanol, bəli, spirt. Z propion turşusudur, bəli, düzdür. T-də propanal, bəli, bu da düzdür. 29 olacaq B variantı. Sonra 30. Tərkibində 2 ədəd asimetrik karbonu olan aldehid molekulunda karbon atomlarının ümumi sayı molekulunda atomların ümumi sayı 22-dir. Aldehidlərin formulu CnH2n-O. Burada atomların ümumi sayı 3n+1 bərabərdir 22, n də bərabərdir 7. Və bizə deyir ki, tərkibində 2 dənə asimetrik karbon atomu var bu aldehidimizin. Biz bu formulu necə yaza bilərik? Tutaq ki, birinci aldehid qrupumuzu buraya yazdıq. 7 karbonumuz varsa, tutaq ki, bunu belə birləşdirək. Buradan hidrogen, buradan CH3 qrupu birləşdirək. Qaldı 4 dənə karbonumuz. Burada tutaq ki, bir ikili butil birləşdirdim. Görürsünüz, bu karbona 4 tərəfdən fərqli radikal birləşdi. Buradan hidrogen, buradan CH3 qrupu, buradan aldehid qrupu, buradan isə ikili butil birləşdirdim. Demək, amma bizə deyil 2 dənə asimetrik karbon olsun. Aha, ona diqqət eləməliyik. Onda quruluşumuzu belə olmayacaq. Dəyişək, məsələn, bu radikal başqa formada yazaq. Tutaq ki, üçlü butil formasında yazsaq da olmur. İzobutildə yazsaq yenə olmur. Məsələn, biz bunu bu formada yazsaq, görürük ki, buradakı karbonu bir tərəfdən hidrogen, bir tərəfdən metil qrupu, bir tərəfdən aldehid qrupu, bu tərəfdən isə izobutil birləşdi. Həmçinin burada görürsünüz, bu karbona bir hidrogen birləşib, metil qrupu, etil qrupu, digər tərəfdən isə başqa bir radikal birləşibdir. Yəni, burada 2 dənə asimetrik karbon atomu var. İndi bizə nə deyir? Bu aldehid molekulunda birli karbon atomunda birləşmiş hidrogenlərin sayını müəyyən edin. Birli karbon odur ki, bir hidrogenlə, bir karbonla birləşsin. Burada bizim bu birlidir, ikilidir, üçlüdür, bu birlidir, birlidir. Bu karbonumuz birlidir. Birlilər budur. İndi bu birlilərə birləşən hidrogenlərin sayını tamamlayaq. 3 dənə burada, 3 dənə burada, 3 dənə burada, burada ehtiyac yoxdur. Yəni, cəmi neçə hidrogen oldu? 3, 6, 9, 9 dənə. Buradakı birliyə, bir dənəsi də buna birləşibdir. Buradakı karbonda birləşib. 9, 10 dənə olmuş olacaq. 30'da olur Y variantı. 31. Tərkibində n-1 sayda karbon atomu olan doymuş aldehiddə polymer rabitələrin sayı. Aldehidlərdə formul CnH2n-O-dur. Amma bizə şərtdə də n-1 dediyindən qarışmasın deyə buradakıları n' yazaq. Aldehidlərdə polymer rabitələrin sayını biz tutaq ki, bir nümunə üzərində tapsaq. CH3. İndi polymer rabitə bir hidrogenlərin sayı qədər olur. 4 dənə, yəni karbon hidrogen, hidrogenlərin sayı qədərdir. 2n'. Bir də karbonla oksigen arasında da 2 dənə var. 2n' plus 2. Demək, n-1 sayda karbon atomu var. Yəni, karbon atomlarının sayı n-1'ə bərabərdir. İndi mən buradan n-in qiymətini yerinə qoyub polymer rabitələrin sayını tapıram. n'-in qiymətini nə vermiş? n-1 üstə gəl 2, 2n-2 üstə gəl 2, bu da eləcək 2n. 31'də olur A variantı. 32. Hansı reaksiyalardan keton alınır? Birincisi bu ikili spirtdir. İkili spirtlərin oksidləşməsindən keton alınır. Bu düzdür. 1 götürür. İkincidə bu üçlü spirtdir. Üçlü spirtlərin yəni oksidləşməsi, yəni belə bir reaksiya mümkün deyil. 2'ni götürmürük. Üçüncüdə birli spirtdir. Birli spirtlərin oksidləşməsindən alınacaq aldehid. 3'ü də götürmürük. Dördüncüdə bu alkindir. Ümumiyyətlə asetlendən başqa digər alkinlərin hidratlaşmasından keton alınır. 4'ü də götürürük. Cavab oldu 32'də 1, 4. Sonra 33. Adi şəraitdə bərk, maye və qaz halında olan nümayəndələri vardır. Sikloalkanların həm bərk, həm maye, həm qaz halında olan nümayəndələri var. Bu doğrudur.
Aldehidlərin də bəli, həm bərk var, həm maye var, həm qaz halında. Yəni aldehidlərdə bircə formaldehid qaz halındadır. Sonra sirkə aldehidi maye haldadır. Daha artıq yəni daha böyük kütləli aldehidlər bərk halda olmuş olur. Ketonlar. Ketonların qaz halında olan nümayəndəsi yoxdur. Doymuş bir atom spirtlərində həmçinin qaz halında nümayəndəsi yoxdur. Yəni həm bərk, həm maye, həm qaz halında olan nümayəndəsi olanlar yalnız sikloalkanlar və yəni bu variantların içərisində sikloalkan və aldehid olacaq. 33-də 1, 2. 34. CnH2NO tərkibli iki müxtəlif aldehidin nisbi molekul kütlələrinin cəmi 130-dur. Bu aldehid molekullarında hidrogen atomlarının ümumi sayını müəyyən edin. İki müxtəlif aldehid deyir. Birinin kütləsini CnH2, formulu CnH2NO yazaq və aldehidlər də bir-birindən, yəni ümumiyyətlə karbohidrogenlər bir-birindən CH2 qrupu qədər fərqlənirlər. Buna da bir dənə CH2 əlavə elədik. Onda bunun formulu necə olur? Cn plus 1 H2n plus 2O. Nisbi molekul kütlələri cəmi. Bunun emeri, birincinin emeri olur 14n üstəgəl 16, digəri isə olacaq 14n plus 14 üstəgəl 16, 30. Bərabərdir 130. 28m bərabərdir 84, n də bərabərdir 3. Bu aldehid molekullarında olan hidrogen atomlarının ümumi sayını yerinə yazsaq, burada formulumuz C3H6O. Burada isə olacaq C, yəni N'in yerinə 3 yazırıq. Üstəgəl bir C4H8O. Hidrogenlərin ümumi sayı 6 dənə burada, 8 dənə burada. 34 edəcək cavabımız 14. 35. Aldehid kütləsi M-dir. Gümüş bir oksidin amoyaklı məhlulu ilə reaksiyada oksidləşmə məhsulunun kütləsi M plus 4. Aldehidlər CnH2NO formuluna malikdir. Gümüş bir oksidin amoyaklı məhlulu oksidləşməsindən alınır CnH2NO2, yəni karbon turşusu. Aldehidimizin kütləsi M-dir. Alınan məhsulun kütləsi isə M plus 4-dür. Bizdən reaksiyada alınan metalın mol miqdarını istəyir. O zaman biz reaksiyanı daha aydın şəkildə yazsaq, üstəgəl gümüş bir oksid alınır CnH2NO2 üstəgəl gümüş. Gümüşümüz də burada 2 dənədir, burada 2 atdıq. Görürük ki, aldehid M idi, turşu M plus 4 olub. Yəni nə qədər artım var? 4 qram artım var. 4 qram artım olanda nə qədər metal alınır, neçə mol metal alınır bilmirik. Amma biz baxsaq tənliyimizdə aldehidimizin kütləsi 14n üstəgəl 16-dır, turşumuz isə 14n üstəgəl 32-dir. Yəni burada neçə qram artım var? 16 qram artım var. 16 qram artım olduqda nə qədər metal alınıbdır? 2 mol. Tapırıq ki, x bərabərdir 0,5 olacaq. Demək, aldehidlər, ketonlar mövzusunun bütün suallarına baxdıq. Ümid edirəm ki, suallar sizə aydın oldu. Hər hansı bir qaranlıq məqam qalarsa, rəylərdə suallarınızı ünvanlaya bilərsiniz. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik.